Salam əziz şagirdlər, hər birinizi salamlayıram. Bu gün sizinlə 1-ci bölmədən 4-cü, deməli 1.4 bölməsində olan tapşırıqların izahına diqqət yetirəcəyik. Birinci suala diqqət edək. Mozenin müasir dövrü cədvəldə elementlərin üfüqi sırada hansı xassəsinə görə düzməli olduğunu irəli sürmüşdür. Deməli, Mendeleyev elementləri dövri sistemində əsasən atom kütlələrinin artmasına görə, Moze isə nüvə yükünün artmasına görə düzülməli olduğunu irəli sürmüşdür. Ona görə də düzgün cavab variantı D variantıdır. İkinci suala diqqət yetirək. İkinci sualda bizə deyir ki, dövrü cədvəldən istifadə etməklə natrium, alüminium, maqnezium, kalsium, xlor, barium, fosfor, berilyum və arqon elementləri üçün aşağıda verilmiş sualları cavablandırın. Deməli, əziz şagirdlər, siz dövrü cədvəl sisteminə baxırsınız. Kitabda olan dövrü cədvəl sisteminə və ondan istifadə edərək asanlıqla bu tapşırıqları yaza bilərsiniz. Bizə deyir ki, hansı elementlər eyni qrupda? Eyni qrup nə deməkdir? Yuxarıdan aşağı şaquli sütunda. Burada eyni qrupda yerləşən elementlərə biz aid edə bilərik kalsiumu. Kalsiumdur, bariumdur, ikinci qrupda yerləşirlər. Kalsium, barium, berilyumdur. Daha sonra kalsium, barium, berilyum, maqnezium eyni qrupda yerləşirlər. Bu 4 element eyni qrupda yerləşir və 2A yarım qrupuna baxsaz görə biləcəksiniz ikinci sütunda. Sonra deyir ki, hansı elementlər eyni dövrdə yerləşirlər. Eyni dövrdə yerləşən elementlərdən əgər söhbət gedirsə, eyni dövrdə yerləşən elementlərə biz burada məsələn natrium aid edə bilərik. 3-cü dövrdə yerləşir. Alüminium 3-cü dövrdə yerləşir. Daha sonra xlor, fosfor və onlarla bərabər arqon elementləri 3-cü dövrdə yerləşirlər. Dövr sistemi cədvəlinə də baxsaz rahatlıqla görə bilərsiniz. C variantında deyir hansı elementlər oxşar xassəlidir. Oxşar xassəli element o deməkdir ki, eyni qrupda yerləşsin. Eyni qrupda yerləşən elementlərdə biz dedik kalsium, maqnezium, barium, berilyum eyni qrupda yerləşirlər. Daha sonra D eyni dövrdə yerləşən elementlərin nüvə yüklərinin artması sırası necə olar? Siz baxırsınız dövri sistem cədvəlində, məsələn, belə deyək də, qısaca izah edirəm, özünüz dövri cədvələ baxıb uyğunluğu müəyyən edərsiniz. Natriumun sıra nömrəsi 11-dir, yəni 11-ci yerdə yerləşir. Maqnezium məsələn 12-ci yerdə yerləşir. Kalsiumun sıra nömrəsi məsələn 20-dir. Xlorun sıra nömrəsi 17-dir və yaxud da fosforun sıra nömrəsi səhv eləmirəmsə 15 olmalıdır. Arqon 18 və s. Berilyum, barium onları da yazırsınız. Sonra kiçikdən böyüyə düzürsünüz artma sırası ilə. Daha sonra isə kiçikdən böyüyə düzüb uyğunluğu tapırsınız. Y variantında bizə deyir ki, hansı elementin qısa elektron formulu 3s2-dir. 3s2 nə deməkdir? Yəni bu element 3-cü dövr, 2-ci qrup elementi olsun. 3-cü dövr, 2-ci qrup elementdə səhv eləmirəmsə maqnezium olmalıdır. Dövr sistemi cədvəlində kəsişdirsiniz, görə bilərsiniz. F-də deyir hansı elementin qısa elektron formulu 3s2, 3p, deməli 3s2, 3p5-dir. Yəni 3-cü dövr, 3s2, 3p5 nə deməkdir? 3-cü dövr, bu dövrü bildirir, 3-cü dövr, 2 və 5-i toplayırıq, 7-ci qrup, 7A. 3-cü dövr 7-ci qrup elementidir. Bu da ki F-də xlor olacaqdır. Sonra 3-cü çalışmaya keçək. 3-cü çalışmada bizə nümunə verib oksigen, atomun nömrəsini, elementin simvolu, kütlədə də elementin adını və deyir digərlərini tamamlayın. Maqnezium. Maqneziumun deməli atomun, yəni dövr sistemində 12-ci yerdə yerləşir. Sıra nömrəsi 12-dir. Kütləsi isə 24. Aşağı hissədə yazılır. Simvol Mg, elementin adı da ki maqnezium. Keçirik bura. Kütləsi sıra nömrəsi 1 olan element. Sıra nömrəsi 1 olan element hidrogendir. Kütləsi də 1-dir. Simvolu H və elementin adı da ki hidrogen. Daha sonra gəlir azot. Azot elementin adını verib. Kütləsi 14. Sıra nömrəsi 7-ci, dövr sistemində 7-ci yerdə yerləşir. Simvolda yazdım N. Sonra litium. Litiumun dövr sistem cədvəlində yeri 3-cü sıradadır. Daha doğrusu sonra kütləsi 7-dir. Adı litiumdur və kimyəvi simvolda Li kimi yazılır. Sonra gəlir silisium. Si silisiumdur. Kütləsi, silisiumun kütləsi deməli dövr sistemində sıra nömrəsi 14-dür. Kütləsi 28-dir. Simvolu Si, adı da ki silisium. Sonra gəlir 56. 56 dəmirdir. Dövr sistemi cədvəlində baxa bilərsiniz. Kütləsi 56-dır. Adı dəmir. Simvolu Fe. Sıra nömrəsi dövr sistemi cədvəlində 26-ya bərabərdir. Ondan sonra gəlir kütləsi 11 olan element. Kütləsi 11 olan element bordur. Təqribən 10,8, 11. Adı deməli bor, kimyəvi simvolu B. Deməli dövr sistemində sıra nömrəsi də səhv etmirəmsə 5 olmalı idi.
Sıra nömrəsi isə 5. Daha sonra gəlir 6. Sıra nömrəsi dövri cədvəldə 6 olan element, deməli karbon. Karbon sıra nömrəsi 6-dır, kütləsi 12. Adı deməli karbon, kimyəvi simvolda C. AU yəni qızıl. Qızılın dövri sistemində deməli sıra nömrəsi Qızılın sıra nömrəsi 79-dur və kütləsi təqribən 137. Simvolu AU, adı da ki qızıl. Deməli bunu da yazdıq. Keçək 4-cü suala. 4-cü sual sadə sualdır. Sadəcə biraz uzundur. Ümumi mahiyyətini izah etsək. Atomun nömrəsi, məsələn, sıra nömrəsi 5 olan element. Dövri sistem cədvəlinə baxırsınız. Sıra nömrəsi 5 olan element bordur. Element bor, B məsələn. Yerləşdiyi dövrün nömrəsi. Yerləşdiyi dövrün nömrəsini tapmaq üçün biz birinci dövri sistem cədvəlindən də istifadə edə bilərik. Və yaxud da biz müsbət 5-in sıra nömrəsini bilirik, müsbət 5-dir. Elektron konfiqurasiya tərtib etsək, 1s2, 2s2, 2p1 və buradan görürük ki, bu element ikinci dövr, neçənci qrup elementidir? Üçüncü qrup. İkinci dövr, yerləşdiyi dövrün nömrəsi ikinci dövr. İkinci dövr elementi üçüncü qrupdursa, üçüncü qrup elementləri 1-dən 18-ə qədər nömrələnmiş qrupda 3A-lar 13-cü sütunda yerləşir. Rom rəqəmləri ilə qrupun nömrəsi də 3A. Deməli, bu da birincisi belə. Sonra keçək ikinci elementə. Sıra nömrəsi 8 olan element. 8 olan element oksigendir. 1s2, 2s2, 2p4 elektron konfiqurasiyasıdır. Bu element deməli ikinci dövr. Neçənci qrup elementi? 6-cı qrup elementi. 2 ilə 4-ü toplayıram. 6-cı qrup 6A. Rum rəqəmli 6A. 1-dən 18-ə qədər sütunda, nömrələnmiş sütunda isə 16-cı yerdədir. Daha sonra bu uyğunluqla biz bütün elementləri dövri sistem cədvəlindən istifadə edərək yerinə yetirib tapa bilərik. Elementləri dövri sistem cədvəlində axtarıb tapırıq. Neçənci qrup, neçənci dövr olmasına şaquli deməli sütunlara qrup deyilir, üfüqi sıralara isə dövr deyilir. Ona əsasən yaza bilərik. Əsas əlavə olmasını da dövri cədvəldə verilib. 1-dən 18-ə qədər nömrələnmiş qrupun nömrəsi verilmişdir. Bunları ümumi şəkildə, yəni artıq vaxt itirməyək, bu şəkildə yaza bilərsiniz. Kimin də nəsə sualı olsa, rəy bölməsində yazar və izahını təqdim edərəm. Daha sonra B-də bizə deyir, cədvəldə verilmiş elementlərin simvolunu uyğun xanalara yazın. Məsələn, belə deyək də, biz bor neçənci qrup elementi idi? Üçüncü dövr, neçənci qrup? Deməli, üçüncü qrup 1s2, 2s2, 2p1. Borun elektron konfiqurasiyası sıra nömrəsi 5 olan. İkinci dövr, üçüncü qrup. İkinci dövr 3A-dırsa, baxın, bu hissədə, məsələn, üçüncü dövr, ikinci dövr 1-2, neçənci qrup? 5-ci qrup. Baxın, bu hissədə olacaqdır. İkinci dövr, 5-ci qrup bu xanada olacaqdır. Məsələn, borun simvolunu bu yazacaqsınız. Və digər elementlər də eyni ilə soldan sağa biz bilirik ki, dövrlərə deyilir. Birinci dövr, ikinci dövr üçün 7 dövr var. Və digər elementləri də asanlıqla dövrünü, qrupunu müəyyən etdikdən sonra bura yerləşdirə bilərsiniz. Sonra deyir C variantı, bu elementlərdən hansılar kiçik dövr, hansılar böyük dövrlərdir. Elementləri yerləşdirdikdən sonra, məsələn, bor ikinci dövrdə yerləşir, o kiçik dövrdür. 1, 2, 3-cü dövrlərdə hansılar ki yerləşir, onlar kiçik dövrlərdir. Hansı elementlər ki artıq siz 4, 5, 6, 7-ci dövrdə yerləşdirəcəksiniz, onlar böyük dövr elementi olacaqlar. Onları da ki, deməli, yerinə yetirib yaza bilərsiniz. D-də deyir ki, bu elementləri S və P elementləri olmaqla ayırın. Belə bir şey deyim ki, uşaqlar, birinci deməli sütunda sıra nömrəsi 1 olan element hidrogendir və sıra nömrəsi 2 olan element heliumdur. Bu elementlər S elementləridir. Bunlardan əlavə qələvi metallar və qələvi torpaq metallar 1A, 2A-da nə qədər element yerləşirsə, hamısı S-dir. Orta hissədə olan bu sarı ilə göstərilən elementlərin hər biri D elementidir. Digər hissədə bax heliumdan başqa, helium göylə təsvir olunub. Heliumdan başqa bu hissə ki var, çəhrayıların hamısı P-dir. Siz baxacaqsınız. Əgər hansı elementlər ki göylə təsvir olunub bu cədvəldə, göylər hamısı S elementlərdir. Hansılar göy hissəyə düşəcəksə, onlar S elementləri olacaq. Hansılar ki çəhrayı hissəyə düşəcək, onlar P elementləri olacaqlar. Və bu şəkildə yerinə yetirib yazacaqsınız. Deməli, keçdik 5-ci suala. 5-ci sualda bizə ifadələr verilib, düzgün səhvləri müəyyən edin. Deyir, X S elementidir. X-ə diqqət etirin. X hidrogendir. Bəli, hidrogen S elementidir. 1S1.
Daha sonra deyir K-nın xarici təbəqəsində 6 elektron var. K-ya diqqət yetirək. K 8-ci qrup elementidir. Əgər bu element 8-ci qrup elementidirsə, məsələn NS2, NP6 şəklindədir. Xarici energetik səviyyəsində bunun 8 elektron var. 2 elektron S yarım səviyyəsində, 6 elektron P yarım səviyyəsində. Ona görə də ikinci ifadə yanlışdır. X və Y oxşar xassəli elementdir. Oxşar xassəli elementlər eyni qrupda yerləşirlər. Bəli, biz diqqət yetirsək X və Y birinci qrupda yerləşən elementlərdir. Oxşar xassəlidirlər. T əlavə yarım qrup elementidir. T-yə diqqət yetirək. T orta hissədə yerləşir. Baxın, bu sütunlar ki var. Biz dedik ki, orta hissədə yerləşən bu hissə. Orta hissənin hər biri əlavə yarım qrup elementidir. T də orta hissədə yerləşdiyinə görə, bəli, əlavə yarım qrup elementidir. L halogendir. Halogenlər 7-ci qrupda yerləşir. Bəli, diqqət yetirin. L 7-ci qrupda yerləşib halogendir. Doğru ifadədir. Daha sonra Z qələvi metaldır. Qələvi metallar birinci qrupda yerləşirlər. Z baxın ikinci qrupda yerləşib. Ona görə də qələvi metal deyil, yanlışdır. K 2 atomlu molekul əmələ gətirir. K-ya diqqət yetirsək, K 8-ci qrupda yerləşir. 8-ci qrupda helium, neon, argon elementidir. 8-ci qrupda yerləşən elementlər, təsirsiz qazlar tək atomludurlar. Yəni onlar tək atomlu olduğuna görə çox atomlu, 2 atomlu da elə çox atomlu deməkdir. Çox atomlu molekul əmələ gətirə bilməzlər. O səhvdir. Z və K eyni dövrdə yerləşir. Z-ə diqqət yetirək. 3-cü dövr Şaqulidə 1, 2, 3-cü dövr. 3-cü dövrlə gəlsək, bəli, K-da 3-cü dövrdə yerləşir. Deməli, Z 3-cü dövr 2-ci qrup elementidir. K isə 3-cü dövr 8-ci qrup elementidir. Amma eyni dövrdə yerləşirlər. Daha sonra L-in proton sayı ən böyükdür. Bəli, L dövrü sistem cədvəlinə baxsaq, ən deməli sonlarda yerləşir və yəni proton sayı ən böyükdür. Yuxarıdan aşağı getdikcə də proton artır. Dövrdə soldan sağa getdikcə də sıra nömrəsi proton sayı artır və L hər iki istiqamətdə artdığına görə ən böyük deməli proton sayı L-dədir. Y və L-in atomların xarici təbəqəsində eyni sayda elektron var. Y baxın birinci qrupda yerləşir. Xarici energetik səviyyəsində 1 elektron var. L isə 7-ci qrupda yerləşir. Xarici elektron təbəqəsində 7 elektron vardır. Ona görə də eyni elektron yoxdur. O səhvdir. K və L P elementləridir. K və L biz dedik ki, burada K və L diqqət yetirək. Bəli, P elementləridir. Bu hissə ki var, heliumu çıxmaq şərti ilə və D elementlərinin də çıxmaq şərti ilə bu hissədə yerləşən elementlərin hər biri nə elementlərdir? P elementləridir. Ona görə də L və K P elementdir, doğrudur. T kiçik dövr elementidir. T neçənci dövrdə yerləşir? Baxın, 1, 2, 3, 4-cü dövrdə yerləşir. Baxın, 1-ci dövr, 2-ci dövr, 3-cü dövr, 4-cü dövr. T 4-cü dövrdə yerləşirsə, biz dedik 1, 2, 3-cü dövrlər kiçik dövrlərdir. Düzdür, kiçik dövrlər. 4, 5, 6, 7 isə artıq böyük dövrdür. Bu 4-cü dövrdə yerləşdiyinə görə kiçik dövr elementi deyil, yanlışdır. L 2 atomlu molekul əmələ gətirir. L-ə diqqət edirək. L deməli flor, xlor, brom, yod halogenlərə aiddir. Yoddakı 2 atomlu element əmələ gətirir. Doğru ifadədir. Keçək 6-cı çalışmaya. 6-cı çalışmaya deyir boşluqları doldurun. Qrup 2, ikinci qrup elementidir. Rum rəqəmi ilə yazsaq 2A. Qrupun ümumi adı qələvi torpaq metallar. Qısa elektron formulu NS2. S elementlərdir və xarici elektron təbəqəsində 2 elektron vardır. Növbəti 7A qrupu. 7A qrupu deməli sütun olaraq yeri 17-dir. 17-ci sütunda yerləşir. Qrupun ümumi adı halogenlər. Qrupun ümumi qısa elektron formulu NS2, NP5 şəklindədir. Daha sonra torpaq metallar. Torpaq metallar 3-cü qrupda yerləşirlər. Qrup olaraq rum rəqəmi 3A, sütun olaraq 13-cü sütunda və qısa elektron formulu NS2, NP1 şəklindədir. Daha sonra deməli NS1 qısa elektron formulu olan elementlər. NS1 isə 1, yəni bu deməkdir ki, birinci qrupda yerləşir. 1A-da, sütun olaraq birinci sütunda, ümumi ad olaraq qələvi metallar adlanır. Daha sonra gəlir 16-cı sütunda yerləşən elementlər 6A qrupunda yerləşirlər. 6A qrupunda yerləşən elementlər adlanırlar. Deməli, xalkogenlər. Xalkogenlərin ümumi formulu NS2, NP4 şəklindədir. Sonra gəlir 8A qrup elementləri. 8A qrup elementləri 18-ci sütunda yerləşirlər. Ümumi adı təsirsiz qazlar. Qısa elektron formulu NS2,
NP6 şəklindədir.